Selamun aleyküm əziz dəyərli insanlar. Qısa mətləbə toxunacağam. Mənə niyə Əli Cavadi çağırırlar? Bəziləri Cavadi deyir, bəziləri Cavad deyir, bəziləri sadəcə Əli deyir. Nəyə görə Əli Cavadi məni çağırırlar? Onun isə açıqlama verəcəm. Bu haqqda mən əvvəllər danışmışam, amma yenə də dostlar, tanışlar, yaxınlar, məni tanımayan insanlar bu haqqda çox soruşurlar. Ümumiyyətlə belə götürək ki, Hacı Nadir Cavadi var, Ərdəbilin məşhur məddahi, onu tanımayan demək o ki yoxdur. Allah səsinə qüvvət versin, Allah hifz eləsin onu. Onun soyadını mən təxəllüs kimi götürmüşəm, yəni Kliçka kimi. Onun tələbəsi olduğuma görə onu Kliçka kimi götürmüşəm. Məsələn üçün soruşurlar ki, Əli hardadır? Məsələn, hansı Əli? 1000 dənə Əli var. 2 milyon dənə Əli var Azərbaycanda. Amma o deyəndə ki, Əli Cavadi, hamı bilir ki, söhbət hansı Əlidən gedir. Məsələ də bundadır. Ona görə ki, bu təxəllüsü mən Hacı Nadir Cavadidən halallıq almışam. Zəng eləmişəm burdan Ərdəbilə ki, ağa bəs halal elə. O da halallığını verib. Məsələ də bundan. Sadəcə olaraq bunu çatdırmaq istəyirəm insanlara ki, Əli Cavadi mənə niyə deyirlər? Məsələ də bundadır.